Salam, hər vaxtınız xeyir olsun. Bugün yeyən hər kəsin çox bəyəndiyi, çox ləzzətli salat resepti bölüşürəm. Salat üçün öncəliklə toyuğun bişmiş sinə ətini nazildib kub şəklində doğrayıram. Toyuq ətini doğrayıb qaba əlavə edirəm. 4 ədəd də bişmiş yumurtanı kub şəklində doğrayıram. Yumurtanı da doğrayıb qaba əlavə edirəm. 3 ədəd təzə xiyarı da nazildib kub şəklində doğrayıram. Xiyarı da doğrayıb qaba əlavə etdikdən sonra 1 ədəd şirin bibəri də nazildib kub şəklində doğrayıram. Daha sonra biraz keşniş, biraz da şüyüt doğrayıram. Göyərtini də doğrayıb qaba əlavə edirəm. Üzərinə bir banka qarğıdalı, zövqə görə duz, qara istiot, mayonez də əlavə edib salatı bir gözəl qarışdırıram. Salat hazır olduqdan sonra servis edirəm. Salatın hazır şəklinə də baxa bilərsiniz. İnanılmaz dadlı bir salat alınır. Hazırlayıb yoxlayın. İnanın ki, çox bəyənəcəyiniz bir salat resepti olacaq. Videonu izləyib rəy yazan hər kəsə çox təşəkkür edirəm. Yeni videolarda görüşənədək sağ olun.